Hörmətli izləyicilər, əsas sualımız canlı yayında xoş gördük. Gündəmin aktual mövzularını müzakirə edəcəyik. Bugün Rusiya paytaxtı Moskvada İkinci Dünya müharibəsində qələbənin 81-ci il dönümünə həsr olunmuş parad keçirilib. Parad yüksək təhlükəsizlik şəraitində baş tutub. Rusiya silahlı qüvvələrinin ancaq sıra keçidi olub, hərbi texnikanın iştirakı olmayıb. Hətta parada Putin ətrafına Rusiya hökumətinin üzvləri, parlament üzvləri də buraxılmayıb. Ümumiyyətlə, bu parad, daha doğrusu paraddan əvvəl Prezident Zelenski bir sərəncam imzalayıb və bundan Rusiya hakimiyyətini trolluyub. O sərəncamından belə şərh olunur ki, Qırmızı Meydanda parada icazə verir. Bu da Birləşmiş Ştatlarla Ukrayna rəhbəri arasında keçirilən danışıqlardan sonra əldə olunan razılaşmadır. Yəni, Ukrayna parad günlərində atəşkəsə, Putin təklif etdiyi atəşkəsə razı olur. Amma bu qələbə paradı nəyə etibar edir? Ümumiyyətlə, Rusiyanın indiki apardığı siyasət bu cür paradları faşist üzərində qələbəni qeyd edilməyə mənəvi haqq verirmi? Verilişimizdə həmçinin Ermənistandakı seçki qabağı durumu da müzakirə edəcəyik. Digər mövzuda da gündəmimizdə olacaq. Qonaqlarımız tanınmış təhlükəsizlik təsir ekspert İlham İsmail və politoloq Nəsir Məmmədidir. Bir saat ərzində maraqlı verilişimiz gözlənilir. Bəyənin paylaşımı başlayır. Xoş gəldiniz. Təşəkkür gördük. Xoş gördük. İlham bəy, sizdən başlayaq. Paradı izlədiniz, təşkilatınız necədir yəni? Oradan da qələbə paradına bənzəyir mi? Sizin verilişin adı əsas sualdır. Amma bütün dünya çapında o qədər suallar var ki, əsas suallar var ki. Yəni ki, həqiqətən də istəyir Yaxın Şərqdə, istəyir Rusiya, Ukrayna, istəyir bizim qonşumuz Ermənistanda, indi hələ bizə daha çox yaxın oldu dünya siyasətində. Adam fikirləşir ki, bir suala mı cavab versin, yoxsa əsas sual nə qədərdir? Bax, dünya o dərəcədə qarışıq vəziyyətdədir. O ki, qaldı parada, bu qarışıq vəziyyətdə o parada, artıq parada bir həftə qalmışdan onsuz da paradın sönük olacağı bərbaşdan bəllidir. Yəni ki, faktiki olaraq Trumpla telefon danışığında deyəndə ki, mən Putin deyəndə ki, 8-i, 9-u və belə atəşkəs elan edirəm. Bu, inanın, təkcə özümə görə demirəm, bir televiziya verilişində dedim ki, bu Zelenskinin onu qəbul edəcək qeyri-müəyyəndir. Bilmək olmaz hələ. Hələ ki, onda 6-sı da yoxdur. Yəni, dedik. Yəni, 6-sında da o dedi ki, 5-ində dedi ki, 6-sında olsun da. Yəni ki, insan paraddan öncə əsas insan faktorudur da, bu olsun. Və Rusiya da bunu qəbul eləmədi. 114 dron atdı həmən. 3 ballistik raket, 114 dron, qanadlı raketlər. Yəni, bu məsələlərdən sonra onda dedilər ki, yadınızdadırsa, Zelenski dedi ki, onda bizim dronlar Qırmızı Meydanda uça bilər. Təbii ki, mən o dövrdə Rusiyanın telekanallarına baxırdım, o təbliğat maşınında çox əsəbi, çox belə çılğıncasına qıcıqlanmış bir vəziyyətdə deyildi ki, belə də bir şey olar mı? Hətta o dərəcəyə çatmışlar ki, o bəlkə bizim başımızı alladıb Qırmızı Meydana atmayacaq. Çoxlu hava hücumundan müdafiə sistemlərimizi Moskva, Sankt-Peterburq ətrafından yığacaq. Bəzi yerlər boş qalacaqdır, o oranı vuracaqdır. Bu dərəcədə belə bir şək-şübhə ilə, belə bir bu həyəcanları vardı. Son anda siz dediyiniz kimi, yəni ki, düzdür, burada Trumpın adını çəkirlər burada, amma Trumpdan əvvəl Qərbi Avropanın dövlət liderləri ki, Zelenski ilə danışdılar, onlar da məsləhət görmədilər ki, yəni ki, həmən gün etmir. Bunun da səbəbi var. Səbəb Putinin egosudur, Putinin xarakteridir. Hələ yadınızdadırsa, 2022-də müharibə başlayandan bir həftə sonra o vaxtki Müdafiə naziri Şoygu dedi ki, strateji silahları hazır vəziyyətə gətirən, yəni ki, atom bombasını da, yəni ki, bunlar deyirlər ki, sabahları Qırmızı Meydanda, paradda hansısa bir məsələ belə deyək ki, dron düşsəydi, növbəti saatda Putin bəlkə də əmr verəcəkdi ki, Kiyevə bir atom bombası atın. Ümumiyyətlə, Ukrayna arasında bir atom bombası atın. Və əsaslandırıcı idi öz aləmində də ki, konstitusiya buna imkan verir, mənə icazə verir, falan verir. Bu dərəcədə. Ona görə də hesab elədilər ki, hətta atom bombası olmasaydı da, yəni deyək də, deyərdi ki, sayısız hesabsız areşnik atın ora. Yəni ki, tamam yandırılsın, dağılsın və artıq burada hərbi obyektlər yox, nə gəldi vurulsun. Orada yadınızda belə bir sözləri vardı. Qərar verilən məkanlar, yəni ki, hökumət binaları falan, hamısı vurula bilər. Yəni, onu vurmaq imkanı var mı praktik? Rusiyanı vurmur. Yəni, biz indiki vəziyyət elədik ki, tutaq ki, Moskva çayı üzərində də xeyli körpü var, Dnepr üzərində də xeyli körpü var. İstəsələr körpü vura bilərlər də, yəni ki, vurmurlar hələ ki. Yəni ki, adını da qoyurlar ki, yəni ki, biz hərbi obyektləri vururuq. Amma
Şəxsən mən Kiyevdə olanda da gördüm, o qədər mülki obyektlər vurulub ki, restoranlardan tutulmuş adi ticarət bazalarına qədər, üstəlik səfirliklərə qədər, o cümlədən də Azərbaycan səfirliyinin ətrafına qədər. Fikir verdinizsə, yeri gəlmişkən, hətta Zelenski cavabından sonra Putin nə demişdi? Demişdi ki, biz oradakı xarici nümayəndəlikləri belə də xəbərdar edirik ki, bizim kütləvi hücumumuz ola bilər. Yəni bu dərəcədə belə və həmən qorxunun, həmən əhval-ruhiyyə ilə və Zelenskinin də siz dediyiniz gibi trolling, yəni ki, icazə verirəm getmək, bu çox müzakirə olundu. Demək olar ki, bütün dünya mətbuatında əvvəlki illərə baxanda təbii ki, onun görünüşündə bir belə deyək ki, bir təntənə görsənsə də, o necə deyirlər, mahiyyət etibarilə olduqca bir çətin bir vəziyyətdə olduqlarını, hətta məsələn tezliklə qurtarmasını belə istəyirlər. Və ən çox da televiziyada nəyi daha çox göstərdilər? İnan, əyalətlərdə olan hərbi paradları, yəni daha çox göstərirdilər, nəinki Moskvada olanlar. Məsəl üçün Kuybişev, özdə da Samarazad yazan da yox, daha Kuybişev yazırdılar. Yəni belə burada parad keçirilir, qubernator danışır, bu cür məsələlərlə. Və o sönüklük təbii ki, hiss olundu ki, əvvəlki kimi də artıq o raketlər, o göstərirdilər, o texnika. Bunun özü nə idi? Bir çəkingənlikdir də. Bir dron düşdüsə o raketin birinin üstünə. İnternet yox idi Moskvada. O heç onu qadağan eləmişdi. Demək olar ki, interneti tam qadağan eləmişdi həmən dövrdə. Yəni ki, ilk təəssürat bunda bu idi ki, bu bilirsiniz nə bir cansıxıcı bir bayram. Cansıxıcı bir bayram keçirdilər. Burada bayram əhval-ruhiyyəsi, insanların üzündə bir yox, hamının üzündə gərginlik vardı, hətta oraya gələn qonaqların üzündə vardı. Mən Tokayevin nə də Özbəkistan prezidentinin Mirzəyevin üzündə bir damcı belə bir sevinç görmədim. Oradakı deyəsən ki, bunların üzündə bir sevinç var, gəliblər bayramda necə bir şey. Heç insanlar, adi insanların da hərdən göstərirdilər, hamısı belə çox diqqətlə baxırdılar. Sanki elə bilirlər ki, bəlkə də bu saat göydə drone. Bütün bunlar hamısı nədir? Rusiyanın apardığı siyasətin, dünyaya olan münasibətin siyasətin nəticəsidir. Normal da keçirə bilərdilər, yaxşı keçirə bilərdilər. İkinci bir məsələ isə mən qeyd etmək istəyirəm. 81 ildən sonra hər dəfə bunu keçirmək nə deməkdir? Yalnız güc göstərmək, güc nümayiş etdirməkdən başqa bir şey deyil. Dünyada o qədər müharibələr olub ki, müharibələrdə kimsə qalib gəlibdir, kimsə olmayıbdır. Birinci Dünya müharibəsi də müharibə olubdur. Orada da qalib gələnlər olub, məğlub olanlar olub. Heç kəs belə təntənəli parad keçirmirlər. SSR-dən qalma o güc nümayişi, gücü göstərmək, başqalarında xof yaratmaq, Putin isə bunu xüsusi olaraq qabartdı. Yeltsin dövründə belə deyildi də, yəni ki, bu cür xüsusi önəm verilmirdi. Keçirilirdi, amma da bu şəkildə deyildi. Putin isə deyir ki, heç kəs yaddan çıxartmamalıdır bunu. Görünür, belə deyək ki, o güc nümayişi elətdirməkdə söhbət qələbəni qeyd etmək yox, başqalarına, başqa dövlətlərə, dünyaya daha doğrusu, dünyaya təzyiqini göstərməkdir. Təşəkkür ederim İlham bəy. Nəsim bəy, yəni bu parad ərəfəsində psixoloji bir müharibə var idi Ukrayna və Rusiya arasında. Hətta Zelenski at gediş eləmişdi. Ayın 6-sından 5-nin 6-sına keçən gecə atəşkəs təklif elədi, amma Rusiya əmr edəmədi. Yəni bu psixoloji müharibədə yəni hansı tərəf oldu və bu gün parad nəyin nümayiş edir sizdə həm də? Demək olar ki, İlham bəy məsələ ilə bağlı çox ətraflı, təfərrüatlı fikrini bildirdi və mən də bölüşürəm. Doğrudan da son illər Rusiyanın keçirdiyi qələbə paradı daha çox qələbə yox, kimlərəsə güc nümayişi yaxud bu ənənənin hələ qorunub saxlandığı, yəni Rusiyanın bu bölgədə mövcud olduğu, SSR-dən qalan varisliyə, sadiqliyi və s. bunu göstərməyə cəhddir. Amma əlbəttə, bütün dünya ictimaiyyəti və Rus ictimaiyyəti görür ki, 4 ildir, yəni həmin müharibədən daha uzun bir zamandır ki, Ukrayna ilə müharibə gedir. Hansı ki, o Ukraynadır ki, məhz 2-ci Dünya müharibəsində, indi faşizmə qarşı müharibədə ön cəbhə olubdur. Sovet xalqlarının 2 milyondan çox ən çox döyüş gedən ərazisi olubdur və çox böyük qəhrəmanlıqlar göstəriblər. İndi həmin ərazidə, həmin xalqa qarşı sən müharibə aparırsan. Və bunu nəinki beynəlxalq ictimaiyyəti, öz ictimaiyyətinə belə demək çətindir. Bu baxımdan əlbəttə, psixoloji olaraq burada məğlub tərəf Rusiyadır. Rusiya bu 4 il müddətində heç bir uğur əldə eləməyib.
Yəni prinsip etibarilə hansısa bir ərazilər götürülübdür. Amma bunu qısa müddət ərzində 3 günə, 5 günə Kiyevi alacağam. Orada tamamilə öz məqsədlərimə nail olacağam iddiası ilə başlayan müharibə 4 ildir gedir və nəticədə bəli, nəticədə göz önündə. Baxdan bir şey deyim. Gəlin deyək ki, 4 il deyil, 12 ildir. Faktiki 2014-dən Krımdan başlayıb Doğru, bəli. Donbasın yarısını da 2014-də işğal eləmişdilər də. Yəni 12 ildir müharibə gedir. Bəli, bəli. Elə Qafqaz müharibəsinin rekordunu keçir. Keçib. Bəli. və bunlar əlbəttə Rusiya ictimaiyyətində də, beynəlxalq ictimaiyyətdə də bir şeyi aydınlaşdırır ki, Rusiya əvvəlki qədər çəkindirici regional güc deyil. Sadəcə bunun əlində strateji silahlar var. Həmin o nüvə silahlarına görə belə bir qənaət var ki, İlham bəy onu haqlı qeyd elədi. Qərb ölkələrində də belə bir yanaşma var ki, hər an bu silahların birinin açılması Avropa üçün böyük fəlakət yarada bilər. Mümkün qədər bunun qarşısını alacaq vasitələr hələ ki işləyir. Amma belə deyək də, ondan əlavə hansısa bir əlində silah yoxdur, hansısa əlində bir geniş təsir imkanı yoxdur. Və görünən budur ki, Rusiya əvvəllər əgər məsələn Avropadakı iddialarını, beynəlxalq siyasətdəki o qlobal oyunçu iddialarını itirdiyi kimi, indi regional güc kimi də özünün nüfuzunu və mövqelərini itirir. Eyni zamanda Rusiyanın daxilində də, federasiyaların özündə də mərkəzi hakimiyyətə bağlılıq yalnız hazırda qorxu üzərindədir. Yəni hər an o qorxunu hiss etdikləri üçün müəyyən addım atmırlar. Müharibə dayandığı andan Rusiyanın daxilində çox ciddi sosial, siyasi və bəlkə də qarşıdurmalara qədər gedib çıxa biləcək proseslər izlənəcəkdir. Bu baxımdan mən də düşünürəm ki, psixoloji olaraq ən çox ciddi zərbə alan tərəf Rusiyadır. Təşəkkür ederim. İlham bəy, Rəsul bəy qeyd edir ki, Rusiya çəkindirici güc statusunu itirməyə başlayır və biz bunu elə postsovet məkanındakı digər ölkələrin, eləcə də Azərbaycanın Rusiya ilə münasibətlərində yaratdığı yəni sərhədlərə baxanda da görmək mümkündür. Yaratdığı gərginlik var. Bəli. Prezident İlham Əliyev də iştirak edir. Artıq neçənci dəfədir ki, bu parada qatılmır. Ümumiyyətlə, bu kontekstdə Azərbaycan-Rusiya münasibətlərinin bugünkü gününə baxsaq, hansı mənzərəni görə bilirik? 2025-ci ildə olan gərginlik indi yoxdur. Yəni ki, bir müqayisə eləsək də, amma nisbidir bu, yəni gərginliyin azalması. Keçən il oktyabrın 9-u idi də düşənbə görüşündəki Putinin bəzi etirafları və bir ay bundan qabaqdakı güya ki, kompensasiya ödəyəcəklər, hələ heç bir kompensasiyadan da xəbəri yoxdur. Belə bir yumşaldıcı addımlar, arada bir Averçukun gəlməsi, yəni ki, güya ki, müsbət tərəflərə işlədi. Amma mən yenə deyirəm, bunlar görüntüdür, səmimi də deyil. Ən əsas odur ki, səmimi də deyil. O əsl münasibət, mahiyyət daha doğrusu Rusiyanın Azərbaycana, ümumiyyətlə postsovet məkanda, xüsusilə də Azərbaycanla olan münasibəti təbii ki, səmimi deyil və biz bunları birbaşa Putinin dilindən eşitməsək də, deputatlarının dilindən, siyasi şərhçilərin dilindən, blogerlərin dilindən, yazışmalarından açıq şəkildə görürük ki, xüsusilə Zelenskinin Ukrayna səfərindən sonra lap belə son anları deyək də, Qəbələdəki görüşdən sonra açıq şəkildə yazırdılar ki, Azərbaycan bizim düşmənimizdir. Elə beləcə də yazırdılar, Azərbaycan bizim düşmənimizdir. Bizim düşmənimizi Zelenskini qəbul edir, səmimi onlara əvvəldən yardım edir, humanitar yardımlar, hələ heç biz bilmirik ki, silah yardımı da edir ya etmir. Bu dərəcəyə qədər Azərbaycana münasibətən. Təbii ki, biz nə istəyirik? Biz istəyirik ki, Rusiya kimi güclü və təhlükəli qonşu ilə normal münasibətlərimiz olsun. Yəni, etiraf eləyək də, bizim bu gərginlik, sona qədər gərginlik davamı, təbii ki, bizim maraqlarımız var, o çox dəbdə olan bir söz deyil, qırmızı cizgilərimiz var. Biz ora qədər, yəni ki, gözləyirik, yəni ki, belə deyək. Amma maksimum çalışırıq ki, əlbəttə ki, bir normal qonşuluq münasibətləri. Çox təəssüf ki, qarşı tərəf o normal qonşuluq münasibətlərindən yox, elə o Sovet dövründən, imperiya, çar dövründən qalan təfəkkürlə ki, yəni ki, bura bizim vaxtilə ərazimiz olubdur və bunlar gərək bizə istənilən mənada tabi olsunlar. İstəyir xarici siyasətlərində, istəyir daxili siyasətlərində. Yəni, mən hesab edirəm ki, indiki vəziyyət Rusiya-Azərbaycan münasibətləri nisbətən, yəni 2025-ci ildə müqayisə ilə biraz azalıb, amma yenə deyirəm, mahiyyət dəyişməyibdir. Rusiya hələ də bizə
belə deyək də ki, Ermənistanı necə ki, forpost kimi görür, Ermənistanı necə ki, Makron nə demiş ki, satellit kimi görür. Yəni ki, elə həmən şey bütün postsovet məkanı, o yüzden də Azərbaycan də xüsusilə. Burada bir məsələ də var ki, perspektivdə biz yəqin mütləq toxunacağıq o məsələyə. Cənubi Qafqaza bütövlükdə artıq o prizmadan yanaşır. Onun da ilkin girişi Ermənistandandır. Çünki orada mövcuddur Rusiya. Bizə isə daxildə, nə hərbi, nə siyasi, nə iqtisadi təzyiqlər eləmir Ermənistana elədiyi kimi. Kimə eləyir? Bizim soydaşlarımıza və yaxud da ki, Azərbaycanlılara öz ərazilərində, biz onu dəfələrlə demişik ki, yalnız onları təzyiq göstərməklə, Azərbaycanın mənafelərinə, maraqlarına uyğun olmayan qətliam törətməkdən tutmuş, repressiyalara qədər, digər məsələlərə qədər, izləmələr, təqiblərə qədər bunları həyata keçirdirlər. Və perspektivdə də belə yeri gəndə təhdidlərindən əl çəkmirlər. Mən yenə deyirəm, bu sadəcə olaraq 2025-ci illə müqayisə edəndə nisbətən gərginlik azalıbdır, amma mahiyyət dəyişmir. Təşəkkür edirəm bəy. Nəsib bəy, necə hesab edirsiniz? Yəni yeni dövr Rusiya-Azərbaycan münasibətlərində başlayıb bu, yoxsa yəni tərəflər geosiyasi şəraitə uyğun mövqelərində müəyyən yer dəyişmələr aparırlar? Rusiya ilə onun qonşularının, keçmiş o postsovet məkanı ölkələrinin münasibətində qalıcı bir yanaşma hələ mümkün deyil. Mütləq mənada müxtəlif dövrlərdə dəyişəcək. Çünki Rusiya postsovet məkanının bütün belə deyək ölkələrinə özünün arxa bağçası kimi baxır, özünün nüfuz dairəsi kimi baxır və hələ də ondan imtina etmək niyyətində deyil. Düzdür, indi Rusiya-Ukrayna müharibəsinin başlanmasının və bu qədər uzanmasının səbəbləri, çox başqa səbəbləri var. Amma onlardan biri də məhz odur ki, Ukraynanın da müstəqil xarici siyasət yürütməsi, eyni zamanda özünün ayrıca bir geopolitik təsir gücünə malik olmasını həzm eləyə bilmədi. Orada demokratik seçki ilə formalaşan hakimiyyət üzünü tuturdu qərbə doğru. Tədricən Rusiyanın o, belə deyək də, o əslində beynəlxalq hüquqla təsbit olunmuş maraq deyil. Özünün imperiya ambisiyasından doğan maraq ki var, o marağa toxunurdu. Və bu da təkcə, yenə deyirəm, Ukraynada deyil. Mərkəzi Asiyada da, eyni zamanda Cənubi Qafqazda da müxtəlif dönəmlərdə öz təsirini bəzən artırır. Əgər ona resurslar imkan verirsə, beynəlxalq konjunktura onun üçün əlverişlidirsə artırır. Nə zaman biraz görür ki, burada problemlər var, onda geri çəkilir. 2008-ci ildə faktiki Gürcüstana hücum elədi. Gürcüstanda demokratik bir rejimin devrilməsində əsas faktorlardan biri Rusiyanın həmin o hərbi müdaxiləsi oldu. Ondan sonra 2013-cü ildə Saakashvili hakimiyyətdən getdi və Rusiyaya bağlı qüvvələr hakimiyyətə gəldilər. Və 2014-cü ildə doğrudan da İlhan bəy onu haqlı qeyd elədi. Krım müharibəsindən sonraki Rusiya Avropadan həm diplomatik, həm iqtisadi, həm digər sahələr üzrə sanksiyalara məruz qaldı. O sanksiyalardan sonra nisbətən yumuşalma siyasəti yürütməyə çalışdı. Xüsusilə Cənubi Qafqazda, Mərkəzi Asiyada biraz yumuşaq siyasətə üstünlük verdi. Çünki düşünürdü ki, burada daha sərt əgər siyasət yürüdərsə, bu regionların hamısı ona qarşı çevriləcəkdir. Və nəticə etibarilə Nikol Paşinyanın da hakimiyyətə gəlməsi həmin o yumuşalmanın nəticəsi oldu. Rusiya onun qarşısını çox kəskin şəkildə ala bilərdi. Amma düşündü ki, onsuz da beynəlxalq sanksiyalar var və biraz bu özünü elə göstərsin ki, onun Ermənistandakı demokratik proseslərə elə bir müdaxilə etmək niyyəti yoxdur. Həm də fikirləşirdi ki, onsuz da Ermənistan hara gedəcəkdi. Qarabağda sərhədli yox. Anda hələ də işğal altında idi. Bəli, təsir gücü var idi. İqtisadi baxımdan da ona tamamilə asıllıq var idi. Orada hərbi özünün qüvvələri yerləşmişdi, bazaları var idi. Qarabağ məsələsi aktual olaraq qalırdı. Fikirləşdi ki, Nikol Paşinyan gələndən sonra bununla hesablaşacaq. Bunun başqa alternativi yoxdur. Eyni zamanda Azərbaycanla da müxtəlif dönəmlərdə bu çox açıq görünməyibdir. Çünki Azərbaycan biraz Rusiya ilə apardığı siyasətdə mümkün qədər çalışıb, bunu İlhan bəy çox yaxşı qeyd elədi, mümkün qədər çalışıb ki, o böyük dövləti qıcıqlandıracaq addımları nümayişkərana atmasın. Yəni, milli maraqlarla bağlı məsələlərdə
güzəştə getməsə belə, onu publik olaraq hansısa bir məsələdə, ritorikada falan da çox da qabartmayıb. Və Rusiya da görübdür ki, burada bunun əleyhinədir proseslər, amma həmin o ritorikada yumuşaq davranışlar və s. diplomatik gedişlər onun müəyyən aqressiv addımlardan çəkindiribdir. Amma 2020-ci il Qarabağ müharibəsinin uğurla Azərbaycanın lehinə başa çatması faktiki Rusiyanın Cənubi Qafqazda təsir gücünün zəifləməsinə gətirdi, çıxardı. O vaxta qədər Cənubi Qafqazda bizi geopolitik tarazlıq tamam başqa idi də, biz xatırlayırıq. Avropa İttifaqının da, Amerika Birləşmiş Ştatlarının da Cənubi Qafqaza yönəlik bir sinxron siyasəti var idi. Cənubi Qafqaza bütöv bir region kimi baxırdılar. Yəni həm İran, həm Rusiya arasında Xəzər və Qara Dəniz hövzəsinə daxil olan və o yanaşma məhz 20-ci ilin müharibəsindən sonra tədricən həm Birləşmiş Ştatlarla Avropa arasında fikir ayrılıqlarına səbəb oldu. Eyni zamanda Rusiyanın özünün də bölgədə tədricən zəifləməsinə gətirdi. Bəli, bu pik həddə qalxdı, xüsusilə müharibənin qələbə ilə başa çatmasından sonra Rusiya mümkün qədər çalışırdı ki, burada sülh məramlı qüvvələri ilə təsirini saxlasın. 2023-cü ildə o proses bitəndən sonra, xüsusilə 2024-də Rus ordusu tamamən buradan çıxarıldıqdan sonra Rusiya Azərbaycanı, bəli, Rusiya tarixi gündür bizim üçün. Tamamilə doğrudur. Yəni o əslində Rusiyanın təsirini tamamən kəsildiyi hərbi baxımdan bir dövrdür. Təəssüf ki, biz onu çox da elə təntənəli qeyd eləmirik, amma əslində o görünür ki, Rusiya ilə bağlıdır. Rusiyanı qıcıqlandırmamaq üçün addımı ataq, amma mümkün qədər, yəni bunu çox da qabartmayaq, belə bir yanaşma var. Yəni prinsip etibarilə 2024-dən sonra Rusiya Azərbaycanla çox gərgin münasibətlərə qədəm qoydu. Bizim soydaşlarımıza münasibətdə də bu özünü göstərdi. Bir çox sahələrdə də özünü göstərdi. Amma bizim üçün şans odur ki, Rusiya-Ukrayna müharibəsi Rusiyanı taqətdən salıb. Rusiya əvvəlki enerji və gücü ilə Cənubi Qafqazda güc göstərə bilmir. Əgər o imkanları olsaydı, indi çoxdandan bizlə başqa cür haqq hesab çəkmişdi. Rusiya-Ukrayna müharibəsinin aqibəti müəyyən olmayana qədər Rusiyanın postsovet məkanına yönəlik siyasəti ilə bağlı kardinal dəyişiklik olmayacaq. İndi biraz səngiyib, ona görə səngiyib ki, dediyim kimi İranla müharibə var. Əgər İranla müharibədə Azərbaycan iştirakçı olarsa, xüsusilə məsələn Rusiya İrana da şərait yaratsa ki, Azərbaycanla hansısa bir hərbi gərginlik yaşasın, o zaman Azərbaycan legitim olaraq İsrail və Birləşmiş Ştatların müttəfiqinə çevrilir. Və burada Rusiya istəmədən bu bölgəyə Birləşmiş Ştatları hərbi baxımdan dəvət etmiş olur. Ona görə o fikirləşir ki, indiki məqamda mümkün qədər Azərbaycanla o yumuşaq ritorikanı davam etdirək, o sərt qarşı durma tamamən bunu əks tərəfə itələyə bilər. Hələ ki, buradadır da, yəni bu elə bir yerdədir ki, mənim qırmızı xətlərimi keçmir. Mən hesab edirəm ki, elə bir də bax, o keçid eləyirik, biz Ermənistandan danışaq. Həmən o, belə deyək ki, o məqamı amma tam sıradan çıxartmayıb. Və bir də son an kimi Ermənistana təsir etmək və ondan sonra istədiyindən ayrılan sonra Azərbaycana. Bəli, nə qədər ki, orada təsir yoxdur, bəli, ona görə hələ... Ermənistan zəif bənddir, belə deyək, Qafqazda. Çünki siz bayaq qeyd edədiniz ki, Azərbaycana müdaxilə eləmək üçün resurslar yoxdur, imkanlar aşağıdır. Amma Ermənistan Rusiya üçün artıq əməliyyat meydançasına çevrilir. Həm də özü hər üç tərəfdən, həm hərbi, həm siyasi, həm iqtisadi. Siyasi tərəfdən qüvvələr oradadır. İqtisadi cəhətdən xeyli asılıdır Ermənistan Rusiyadan. Hərbi cəhətdən də bazası oradadır. Siyasi şərait yaranıb, seçki dövrüdür və Ermənistanda seçkilər indi qərb demokratiyası səviyyəsində olmasa da hər halda rəqabətli bir seçki mühiti var və Rusiya bütün imkanlarıyla o seçkidə iştirak edir. Siz demişdən, pul da, siyasi qüvvələr də, mediada və digər hərbi təzyiqlər var. Dövləti mərhələdə yəqin ki, hərbi də hansısa formada dövrəyə girə bilər. Yəni, təhlükəsiz eksperti kimi, yəni Rusiya xüsusi xidməti Ermənistandakı indiki siyasi mənzərəni dəyişə biləcəkmi sizcə? Rusiya buna bir 5 ildir can atır. İndi yox təkcə. İndi biraz seçki ərəfəsi daha çox taleyi yüklüdür, aydın məsələdir. Amma faktiki olaraq 2021-ci ildən bəri
Yəni ki, faktiki olaraq çalışır ki, Paşinyan hakimiyyətdən uzaqlaşdırsın da, amma alınmayıbdır. Dedim, onun uzun müddətli planları da vardı. Vardanyan gəlir Qarabağa, milli qəhrəman olur, gedir Ermənistana, Ermənistana rəhbərlik edir və urra. Yəni ki, təxminən belə də Rusiya qalib gəldi. Məsələn, bu cür həll etmək fikirləri vardı. Heç biri baş tutmadı, heç biri olmadı və böyük zərbəni təbii ki, Qarabağda alandan sonra Ermənistanın daxilinə isə Rusiya-Ukrayna müharibəsinin getdiyi bir vaxtda bir o qədər ciddi təsir eləyə bilmir. Çünki tərəfdaşları onun, yəni ki, keçmiş hakimiyyət və yaxud da ki, göndərə biləcəyi şəxslər, bütün bunlar hamısını Ermənistan cəmiyyəti necə deyirlər, bir növ ələkdən keçirdi, imtahan ellər də. Yəni, Sarkisyan kimdir, Koçaryan dövrü necə olubdur, Ter-Petrosyan dövrü necə olubdur və müharibələrdən də bezibdilər deyim. Mən müharibə demirəm də, elə müharibələr deyirəm ki, Azərbaycan bezib deyil. Ona görə də cəmiyyət Paşinyanın nə qədər belə deyək ki, mənfi münasibət bəsləsə də, onlardan biraz üstün münasibət bəsləyir. Yenə deyirəm, cəmiyyətdə müəyyən bir Paşinyan tərəfdarlarının sayı çoxdur. Üstəlik gəlin burada itiraf edək, Avropanın, Qərbin dəstəyini, Amerikanın da dəstəyini, Qərbin də dəstəyini. Burada dəstək həm maliyyə cəhətdən dəstəkləri var, həm informasiya və təhlükəsizlik baxımından xəbərdar edici, önləyici, preventiv tədbirlərin görülməsi bu başqa bir məsələdir də, qüvvələr nisbəti. Bu günləri fikirləşək ki, qüvvə Avropa Ermənistanın təhlükəsizliyinə qarant ola bilərmi? Yox. O gücü yoxdur. Avropanın Ermənistanın təhlükəsizliyinə, yəni Paşinyan hakimiyyəti təhlükəsizliyinə qarantiyası sona qədər deyil. Yəni bir gümrüdən başlayan hər hansı bir hərbi belə deyək ki, müdaxilə, provokasiya, təxribat çox gərgin vəziyyət yaradır və Avropanın bunun gücü yoxdur. Bəyanatdan başqa ayrı heç bir şey olmayacaqdır. Tutaq ki, lap uzaqbaşı Rusiyaya əlavə bir sanksiya tətbiq edəcək. O təsir edə biləcək güc isə kənardadır. Söhbət Amerika Birləşmiş Ştatlarından gedir, nə mənada? Trampdan gedir. Baxmayaraq ki, Amerika Birləşmiş Ştatlarının orada səfirliyi, Ermənistandakı səfirliyi kifayət dərəcədə həm kəşfiyyat xarakterli, həm digər məsələlərlə əlaqədar həm bir istiqamət verir, həm də belə də ki, müəyyən mərdə yardım eləyir, kömək eləyir. Amma bu da bir yerə qədərdir. Yenə deyirəm, Rusiya-Ukrayna müharibəsi burada çox vacibdir, yəni ki, o təsir eləyə bilmir. Amma bu bir aydan artıq az qalıbdır. Bu bir ayda siz deyən kimi Rusiya nə edə bilər? Rusiya ilk növbədə iqtisadi təzyiq eləyib xalqı ayağa qaldırmağa çalışacaq. İqtisadi cəhətdən. Bizdə də nə yol var da, Lars yolu. İndi biz nəqliyyat məhdudiyyətini aradan qaldırmışıq, buradan benzin gedir, taxıl gedir, amma söhbət bilirsiniz nədir gedir? Bütövlükdə kütləvi şəkildə Ermənistan kənd təsərrüfatı məhsullarının və digər istehsal etdiyi məhsullarının çıxışı Larsdandır. Səhərləri o Qoskom Texnadzor var, onların biz nadzora. O deyəcək ki, bu standartlara bu çiyələ uyğun deyil, səhər ki, ərik də uyğun deyil. Bir həftə kifayətdir ki, saxlasın Larsda, mallar xarab olsun, geri qaytarılsın, xalq ayağa qalsın ki, bu Paşinyana görə belədir. Paşinyan olmasaydı belə. Bunlar bundan maksimum istifadə eləmək istəyirlər, amma görürlər ki, bəzən o da keçmir. Dəfələrlə eləyiblər, buna cəhdlər. Paşinyanın özünü öz tərəflərinə çəkmək istədilər. O da müəyyən bir qıcıq yaratmayan müəyyən addımlar atır ki, Rusiya ilə normal münasibətlərimiz var. Amma elə addımlar da atır ki, Rusiyanı da deyirlər, o çilədən çıxır. Ən azı Zelenskinin dəvət olunması və yaxud da ki, ən birinci KTMT-nin dondurulması və iştirak etməməsi, Rusiya ilə bağlı yox, daha çox qərbə bağlılıqla, xüsusilə Simonyanın dilindən çox kəskin bəyanatların səsləndirilməsi, quberni olmayacaq. Amma əks tərəf də tam hədəf kimi götürür, təkcə Paşinyan hakimiyyətini götürmür, hədəf Azərbaycanı götürür. Biz bəri başdan bilirik ki, Paşinyan hakimiyyətini əvəz eləyən hər hansı bir qüvvə, tutaq ki, Samvel Karapetyan, o quberniya məsələsində istəyir, orada deyir ki, Rusiyanın quberniyası olmayasan, amma Azərbaycanın quberniyası olasın. Yəni ki, əvvəllər deyirlər Türkiyənin vilayətə də tərcümə eləmirdilər. Elə deyirlər ki, Türkiyə vilayəti olasın. Deməli, biz nə gözləyirik? Bax, mən ilk belə bir şey deyim də, işdir də birdən, yenə deyim, ehtimal azdır biraz, amma çox da deyil. Tutaq ki, Paşinyanın hakimiyyətinin devrilməsi də, hakimiyyətdə qalması. Biləsiniz ki, ilk növbədə nə olacaqdır? KTMT-də o dondurulmuş vəziyyət sıradan çıxacaq. KTMT-nin birbaşa fəaliyyətini bərpa eləyəcəkdir. Yəni, Ermənistan bir ay çəkməyəcəkdir ki, Rusiya, Ermənistan hərbi qüvvələrinin təlimləri keçiriləcəkdir. İstəyir Şimali Qafqazda, necə ki, bir dəfə keçirmişlər Şimali Qafqazda, adını da belə qoymuşlar. Rusiya, Ermənistan birgə
qoşun birliyi, belə hərbi birliyi, elə həmən təkcə KTMT-dən əlavə də onu yaradacaqlar. Sonra da bizim sərhəddə, xüsusilə Cermux istiqamətində delimitasiya, demarkasiya işlərinin getmədiyi yerlərdə təxribatlar törədəcəklər ki, bura bizim ərazimizdir. Qaragöl ətrafında bir təxribat törədəcəklər ki, bura bizimki olubdur. Rusiya da gəlsin, kömək eləsin, biz ərazimizi bərpa edirik. Onun əsasnaməyə görə borcudur. Bax, bizim üçün perspektivdə niyə narahatıq? Çünki Paşinyan sülh mövqeyinə yaxındır, pozitiv informasiya addımlar atır. Qarşı tərəf indidən deyir ki, biz güclü müttəfiqlə, Koçaryanın iki sözündən biri budur. Güclü müttəfiqimizlə Qarabağa qayıdacağıq, Qarabağa qayıdacağıq, beynəlxalq zəmanət əsasında qayıdacağıq. Bu bizim üçün bir pəncərədir və s. bu cür terminlərdən istifadə edirik. Ona görə də qarşıdakı bu bir aydan da artıq az vaxtda Rusiyanın terror törətməkdən tutmuş, sui-qəsdləri etməkdən tutmuş. Yəni mən məsələnin ancaq iqtisadi tərəflərini dedim. Hələ bilmək olmaz ki, gümrüdə də nələrsə baş versin. Və Makronun o çölə çıxmağı, insanlarla görüşməyi, əyalətə getməyi, bütün bunlar hamısı o görüləcək işlərə qarşı xalqı bir növ oyatmaq idi. Təşəkkür edirəm bəy. Nəsim bəy, biz mayın əvvəlində İrəvanda yüksək səviyyəli Avropa İttifaqı Ermənistan dialoqunun, eləcə də Avropa Siyasi Birliyinin toplantısına şahid olduq. Bütün bu tədbirlər təbii ki, Ermənistanda Rusiya təsirini azaltmaq, seçki qabağı cəmiyyətin Paşinyan hökumətinə dəstəyini stimullaşdırmaqdır. Ermənistan cəmiyyəti nə qədər yetkindir ki, yəni İlham bəy də tam çırpaqlıqla izah elədi ki, qabaqda bir perspektiv var. Paşinyan olsa yenidən gərginlik, yenidən ölüm itim və əvvəlki situasiya bərpa olunacaq. Erməni cəmiyyəti burada qərar verməlidir və bu qərar verməni cəmiyyəti ixtiyarına buraxıb Paşinyan hökuməti. Yəni özü müəyyənləşdirmir, yəni seçkiləri saxtalaşdırsın falan. Artıq bu mümkün deyil Ermənistanda. Yəni xalqın iradəsi həlledici. Ermənistan cəmiyyətindən bir yetkinlik gözləyirsinizmi? Yoxsa manipulyasiya olunacaq Rusiya tərəfindən? Hazırda Ermənistandakı siyasi prosesləri çox yaxından izləyirəm və onunla bağlı müəyyən tədqiqatlar aparıram. Hələ tam yekunlaşmayıb deyə o təfərrüatlarına varmaq istəmirəm. Amma ümumiyyətlə, hazırda Ermənistan cəmiyyətinin 60% bu siyasi prosesdə iştirak edir. 40% təxminən əhali, belə deyək də, məsələləri kənardan izləyir. Hələ mövqeysizlərdir. Yəni bunlar seçkiyə qədər hansı mövqeyini tutacağı bəlli deyil. O 60% aktiv elektoratdır ki, prosesdə iştirak edir. Onların içərisində ən ciddi mövqe yenə də Nikol Paşinyanındır. Ermənistan xalqında, məsələn, Ermənistan cəmiyyətində belə bir fikir çox möhkəmlənib ki, onlar hansısa qüdrətli bir dövlətə arxalanmaq və yaxud onun yanına sığınmaq siyasəti ilə, bax, 100 ildən çoxdur ki, onlar bu siyasətə sığınıblar. Çoxdur, 100 ildən də çox. Yəni, regionda mövcudluğunu ona bağlayıblar ki, bizi kimsə qorusun. Onları qoruyanda, onlar belə amansızcasına özündən qat-qat güclərin üzərinə gediblər. Elə ki, o qoruyucu güc ortadan qalxıb, görünməyib, o zaman çalışıblar ki, belə yumşaq şəkildə qonşularla çox mehriban davransınlar, özlərini ən yaxşı humanist xalq kimi göstərsinlər. Yəni, bunların psixologiyasında bu var. İndi reallıq bundan ibarətdir ki, Rusiya Cənubi Qafqazdakı mövqeylərini xeyli dərəcədə itirməkdədir. İndi tam itirib demək ədalətli olmaz. Rusiya böyük dövlətdir, çox güclü dövlətdir. Yəni, Cənubi Qafqazı yenə qısa müddətdə istədiyi cür sıxa bilər. Əgər kənar o geopolitik rəqabət olmasa. Rusiya da fikirləşir ki, burada artıq başqa oyuncular da var. Eyni zamanda Avropa İttifaqı da bölgəyə, indi siz siyasi həmin o tədbirlə bağlı qeyd elədiniz, bölgədə xüsusi hərbi siyasi çəkiyə malik deyil. Avropa İttifaqı müəyyən bəyanatlar verir, müəyyən yumşaq gücdən istifadəni daha çox, məsələn, qabartmağa çalışır, amma bugün regionda yumşaq güc amili işləmir. Bizim regionun bütün hamısında, Cənubi Qafqazın hamısında, hələ ki, sərt güc faktoru çox önəmli faktordur. Yəni, bütün geopolitik dəyişikliklərin arxasında sərt güc var. Məsələn, Birləşmiş Ştatlar dünyanın qüdrətli dövlətidir. Ən azı Ermənistan-Azərbaycan arasında bir qarantör kimi çıxış etdiyi sülh prosesi ilə bağlı. Və bu müəyyən ümid yaradır ki, eyni zamanda Rusiyanın özündə də bir çəkindirici faktor kimi çıxış edir ki,
əvvəlki formada Ermənistana müdaxilə etmək imkanları olmayacaq. Mənim şəxsən qənaətim budur ki, bu seçkidə də Nikol Paşinyan seçkiləri udacaq. Əgər force major olmasa, yəni vurub öldürməsələr, o ehtimal, o ehtimallar var. Başına hökumət olsun. Bax, indi, bəli, məsələ necədir də? 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələndə seçkidə iştirak edən elektorat elə də çox böyük faizdən olmadı. Amma Nikol Paşinyan mütləq hakimiyyəti götürdü. Hətta belə götürsək, Rusiya bağlı müxalifətdən bir nəfər belə təmsil olunmadı parlamentdə həmin dönəmdə. Yox, yəni ki, təsir edəcək fraksiya şəklində olmadı da birinci 2018-ci ildə. Əsas 2021-ci ildə təmsilçilik oldu. O vaxta qədər onlar kənarda qaldılar. 2021-ci ildə müharibəni uduzmuş Nikol Paşinyan cəsarətlə seçkiyə getdi növbədən kənar və xalqın açığı dəstəyini aldı. Xalq niyə ona dəstək verdi? Xalq gördü ki, ənənəvi sığındığı Rusiya onu qoruya bilmədi. Azərbaycan və Türkiyə bölgədə güclənən bir faktordur. Və bu faktor tarixi yaddaşları da yerindədir. Bilirlər ki, bu və real sahədə də onlara göstərdi ki, o çox qüdrətli bir güc formalaşıb. Bunları istənilən an əzə bilər. Biz xatırlayırıq da, Laçın, Kəlbəcər istiqamətində, Qubadlı istiqamətində bizim kiçik ordu birləşmələri ilə onların istənilən qarşı durması, özdə onlara müxtəlif tərəflərdən dəstəklər də var idi. Hamısı onlar üçün iflasla bitdi. Özdə çox biabırçı bir iflasla bitdi. Rusiya hətta çalışdı ki, onları müəyyən qədər qorusun, müəyyən qədər onları silahlandırsın, dəstək versin. Çünki 2021-ci ildə istehsal olunmuş, İrəvanda istehsal olunan minalar hamısı bizim ərazidən çıxırdı. Bizim ərazilərə döşəmişdilər. Rus sülh məramlarını nəzarəti altında eləmişdilər. İndi Azərbaycan bunu çox açıb ağartmadı, danışmadı. Bu Rus sülh məramları çıxandan sonra bölgədə aparılan işləri də onu göstərirdi ki, Rusiya hər cür bunlara dəstək verib. Hər tərəfli bunların yanında olub. Və Rusiyanın dəstəyinə baxmayaraq, məğlub olduqlarına görə onlar başa düşdülər ki, Azərbaycan və Türkiyənin gücləndiyi regionda artıq fərqli bir siyasətin yürüdülməsi çətin olacaq. Hətta Rusiya özü də indi başa düşür ki, Ermənistanı qucağına alıb, yedizdirib, içizdirib, gəzdirmək, qorumaq imkanı yoxdur. Ona görə Rusiya zəif və ondan asılı olan Nikol Paşinyanın hakimiyyətdə qalmasına mənə elə gəlir dözəcək. İndi bu seçkidə müxalifət daha böyük güc yığacaqdır əvvəlki ilə müqayisədə. Yəni Nikol Paşinyanın qərarlarını daha çox əngəlləyəcək formada müxalifətin təmsilçiliyi ehtimalı var. Amma indi belə deyək də, hələ seçkiyə bir ay var. İlham bəyin dediyi kimi, bir aydan biraz az vaxt var. Bu müddət ərzində hər şey ola bilər. Həmin o hadisələrə seyrici olan 40%li elektorat ki var, tamamən belə pasiv şəkildə baxır, aktivləşə bilər və onun kimə rəy verəcəyi həll edici olacaq. O əgər rəy verəcəyi təqdirdə Nikol Paşinyan həll edici qalib gələcək, əks halda onun alternativləri. Bax, Avropa Birliyinin həmin o siyasi topluluqlar toplantısının keçirilməsi də ona yönəlibdir ki, erməni xalqı artıq Rusiyadan ümidin xeyli kəsib. İndi o revanşistləri, bizim o Qarabağ oradakı klanını, bunları istisna eləməklə erməni əhali özü anlayır ki, Türkiyə ilə də, Azərbaycanla da əməkdaşlıq bunlar üçün faydalı olacaq. Çünki bunların qərbdən dəstəyi var. İndi biz nə qədər dedik, demədik. Bir xristian təəssübkeşliyi də var, bəlkə bunun içərisində başqa tarixi amillər də var. Ermənilərə hər tərəfli yardımlar gələcək. Bunlar üçün Avropaya qapılar açılacaq və Türkiyə də özü üçün bunu çəkindirici bir faktor olaraq görməyəcək. İndi Ermənistan durub ballistik raketlər istehsal eləsə, əlbəttə vurub başına əzəcəyik. Amma elə bir iddiaya düşməsə, yalnız öz müdafiəsi ilə bağlı məşğul olsa, Ermənistan olsun da burada. Yəni bizim üçün də bir bazardır və onun qonşuları da onun üçün bir ciddi şəkildə təhlükəsizlik təminatıdır. Yəni burada indi Ermənistanın bütövlükdə təhdidləri ortadan qalxıb, Azərbaycan və Rusiyadan, Türkiyədən gələ biləcək ənənəvi təhdidlər ortadan qalxıb, bu yoxdur. Onlar anlayırlar ki, Azərbaycan Baş Nazirinin müavini gedir ora, yüklərimiz daşınır ora, bir dənə güllə atılmır. Yəni artıq ticarətin ilk elementləri görükür, vətəndaş cəmiyyəti gedir ora.
Eyni zamanda Türkiyə vitse-prezidenti gəldi ora. Türkiyə ilə danışıqlar gedir. Sərhədlərin açılması istiqamətində indi sülh sazişindən sonra münasibətlər düzələcək. Rusiyaya bağlı qüvvələr sadəcə olaraq dediyim kimi Nikol Paşinyanın çox aktiv şəkildə addım atıb Rusiyanın mövqeyini tam orada zəiflətməsinin qarşısını almaq üçün orada mövcud olacaqlar. Çünki Rusiya düşünür ki, Ukrayna müharibəsini istədiyim kimi bitirdikdən sonra Cənubi Qafqaz mənim üçün bir 10 günlük vaxtdır. Bir 10 gündən sonra burada hər şeyi nizama salacağam. Yəni, indi elə olacaq, olmayacaq, o başqa. Amma Rusiyada doğrudan belə bir yanaşma var. O vaxta qədər onlar da vəziyyəti uzatmağa çalışacaq. Amma Ermənistanın daxilində ciddi bir qarşıdurma yaranacağı təqdirdə İlham bəy, mən düşünürəm ki, bu Rusiyanın bölgədəki strateji maraqlarının tamamilə ortadan çıxmasına gətirib çıxara bilər. Rusiya ona görə ona çox da ciddi şəkildə cəhd etməyəcək. Hətta Vardanyanın burada həbsi ki var, ona da susmasının səbəbi oldu ki, birdən ola bilər doğrudan da o plan işə düşərdi. Bu Azərbaycanın Türkiyəni ona qarşı çevirəcəkdi. Və Ermənistan cəmiyyəti də artıq o müharibədən də yorulub, bezib. Biraz da miqrasiyaya meyilli xalqdır. Yəni sabahları sərhədlər açılanda revanşistlər hakimiyyətə gəlsə, hamısı qaçıb gedəcəklər başqa yerlərə. Ermənistanda isə əhali qalacaq. Paşinyan üçün bir çətinlik nədən ibarətdir? Əgər Paşinyanın rəqibləri müəyyən bir faiz toplayandan sonra koalisiya yaratmaq imkanları var. Yəni ki, Koçaryanla, Karapetyanın. Əgər təbii ki, Paşinyan 54%, yəni ki, onun partiyası qazanmasa, 54%-dən aşağı qazansa, Paşinyanın koalisiya qura biləcəyi qüvvə yoxdur. Yəni bəlkə də elə bir qüvvə çıxıb o bariyeri keçəcək, faiz bariyerini keçsə yarada bilər. Amma faiz bariyerini var da erməni müxalifətinin əlində Gümrüdə necə ki 35% hakim partiyası almışdı yerli seçkilərdə. Amma digər koalisiya sonra birləşdilər və onlar gəldilər Gümrüdə yerli idarəsi həyata keçirir. Yəni biraz çətinlik yaransa orada yaranacaqdı, ola bilər. O da ikinci turu keçəndən sonra, əgər alınır, ikinci tur keçəndən sonra orada qalibiyyət artıq daha çox Paşinyan. Onların çox qarışıq bir seçki sistemi var. Çox özünə məxsus bir seçki sistemi var. O seçki sistemində hər cür nəticələr gözlənilə bilər. Amma mənim indi ilkin qənaətim hələ ki budur. Dediyim kimi bir ay sonra vəziyyət dəyişə bilər. Hələ bu demək deyil ki, bu belə olacaq. İlham bəy, burada iki faktoru mübarizəsi haqqında danışırıq. Həm Rusiyanın, həm Qərbin, Ermənistanda yəni qalib gəlmək. Qərb öz xəttinin qalib gəlməsini istəyir. Rusiya özünün əvvəlki strateji maraqlarını qorumaq istəyir. Amma Türkiyə və Azərbaycan faktoru var burada. Yəni bunlar birbaşa prosesdə iştirak edirlər. Amma əsas təsir edici faktor Türkiyə və Azərbaycanın mövqeyi, yəni Ermənistandakı seçkilərlə bağlı hansı mövqeyi tuturlar. Və bu birbaşa da olmasa dolayısıyla Ermənistandakı proseslərin hansı istiqamətə getməsinə yön verə bilər. Bax, bu bir aydan az müddətdə biz Azərbaycan və Türkiyədən öz maraqlarından dolayı Paşinyan hökumətinə dəstək istiqamətində hansı addımlar ata bilər, nəzər baxımından? Gəl nəzəri baxımdan da. Əvvələn belə deyək ki, Ermənistan əsrlər boyu, 100 ildən də çoxdur ki, anti-Türkiyə, anti-Azərbaycan, anti-Türk deyək bütövlükdə o təfəkkürlə formalaşıb və birdən-birə bizim də Paşinyana açıq dəstək verməyimiz zərər nə olacaq? İşləyəcək ki, deyirlər Türk Paşinyan deyirlər onsuz da ki, bu Türkdür deyirlər, belədir. Biz sadəcə olaraq mən hesab edirəm ki, o nəqliyyat məhdudiyyətini aradan qaldırmaqla, benzinin qiymətinin aşağı salınması ilə və müharibənin olmaması ilə, sülh çağırışının olmaması və perspektivdə də sülh olarsa Türkiyənin sərhədin açılması, Rusiyadan iqtisadi asılılığı tam aradan qaldırması da bir minimuma yendirmək məsələsi var. Bunu da ermənilər bilirlər ki, Türkiyə ilə get-gəl olanda vəziyyət biraz fərqlənəcəkdir, dəyişəcəkdir. Bütün bu məsələlər var ortalıqda, amma yəni fikirləşək ki, o birdən-birə bizim Paşinyana, daha doğrusu deyək kimi də Türkiyənin sadəcə normal diplomatik, açıq şəkildə biz nə ona saatları deyək ki, nə humanitar yardımı göndərək kimi, yaxud da ki, biz təbii ki, dolayısıyla zaten edir də onu, Azərbaycan da Türkiyədə edir. Rusiya, Ermənistandakı Rusiya pərəst media yazır ki, seçki qabağı Azərbaycandakı məhbuslar, yəni onlar hərbəsiz bir deyil. hissəsi, bəli, orada iki qrup var. Bir separatist cinayətkar, bir də digər əsirlər, onlar da ağır maddələrlə mühakimə olunub, cəzalandırılır.
Bir qismini Azərbaycan buraxa bilər. Məsələn, ermənilər belə yazır. Tamamilə də oldu. O Çarukyanın sözüdür. Yəni ki, o çiçəklənən Ermənistan. O dedi ki, Paşinyanın hakimiyyətdə qalması üçün bir qism, özü də belə deyirlər, bir qismi söhbət təbii ki, o separatçı liderlərdən getmir. Vaxtilə o cinayət törətmiş, Şuşa həbsxanasında qətl törətmiş şəxslərdən gedir. Yəni tutaq ki, biz bir addım atdıq, Vaqif Xaçaturyandan birini göndərdik geriyə də. Doğrudan da əks effekt verdi ki, o biri getdi, o saat Avropa məhkəməsinə müraciət elədi. Vaqif Xaçaturyan da Koçaryan ilə belə də ki, görüş keçirdi. Koçaryan da ondan Qarabağa qayıtmaq məsələlərini güya ki, müzakirə edib, belə bir ortalığa çıxartdı. Biz humanist addımlar atmışıq. Tutaq ki, siz deyən kimi, ola bilsin ki, söhbət o separatçı liderlərdən getmir təbii ki. Müəyyən bir qism, yəni ki, onun Ermənistan siyasi həyatına ciddi təsir etməyəcək, amma bir humanist addım kimi Azərbaycan tərəfindən dəyərləndirir və bunun Paşinyan tərəfindən də burada iki istiqamət olacaqdır. Onu Paşinyan tərəfində olanlar da sevinəcək ki, bax gördünüz biz aldıq, getdik, diqqətimiz də mərkəzimizdədir. Çarukyan kimsə də deyəcəklər, bax Paşinyan hakimiyyətdə qalması üçün Azərbaycan bu addım atıb. İndiyənə qədər bunu eləməyibdi. Yəni bizim göstərdiklərimizdən, onlar əks təbliğata meyllənirlər ki, bax bu gördünüz də bu Paşinyana görə. Onlar bu özdə məsələ həmişə belə gedir də. Dünənki informasiya idi də, Koçaryan ki çıxmışdı. Yox, səhər-səhər 9 mayda, yəni ki bu günləri o Yeravlura gedib. Yeravlurda çıxış edir, onu Paşinyan belə adlandırmışdı axı ki, bu seçkini qiymətləndirmiş ki, bu üçbaşlı bir qüvvədir. Çarukyan, Koçaryan, Samvel Karapetyan. Koçaryan cavab verdi bugün Paşinyan ki, əksinə üçbaşlı qüvvə Paşinyandır. Bir tərəf Türkiyədir, bir tərəf Azərbaycandır, bir də özüdür. Yəni ki, belə familiyaları təbii ki, adları çəkməklə ki, belə şeylərlə. Yəni demək istəyirəm ki, bizim elədiyimiz yaxşılıq, onlar maksimum çalışırlar ki, onu mənfi şəkildə istifadə eləsinlər. Və yaxud da Paşinyan bizi sevmir, Paşinyan Ermənistanı sevir. Paşinyan Ermənistanı sevdiyinə görə biz də normal münasibətlər yaratmalıyıq. Başa düşür ki, proses başqa cür olsa onu məhv eləyəcək Ermənistan. Bunu başa düşən Nəsim bəy dedi, Ermənistan cəmiyyətində başa düşün müəyyən bir faiz var. Amma əsrlərdir ki, bax o kilsənin, revanşistlərin, daşnaqların təsiri ilə ki, dənizdən dənizə biz böyük milləti ağzın açan bu Yüksət Paşinyana qarşı çıxış edən deyir ki, Ermənistan kimliyini şübhə altına alan bir şəxsdir bu. Kimlik də nədir? Yəni deyir ki, da biz Ararat dağını ora nə, Ağrı dağı niyə qoymalıyıq ora? Əgər dağ qoymaq istəyirsə ayrı bir dağ qoyaq ora. Yoxsa olmaz da gerikdən çıxardır, yeni konstitusiya, iddia, Qarabağ məsələsini deyir bitirin. Bu adam Putinlə görüşə də döşündə real Ermənistan xəritəsi ilə getdi. Avropalılarla da oturanda həmən xəritə ilə çıxış elədi ki, budur da, bunu qorumaq lazımdır. Yəni Ermənistan cəmiyyəti bir mənalı deyil. Bir mənalı olmadığına görə biz də bir mənalı rəy verək ki, yox, və ciddi də qarşıdurma var daxildə. Çox ciddi qarşıdurma var. Amma bu seçkidə Paşinyan qalib gələndən sonra o qarşıdurma, o təfəkkür var ha, çox sürətlə dəyişəcək. Çox sürətlə dəyişəcək. Həm də İlham bəy, həm də İran məsələsi ki var. İranın ki başı qarışıb, İranın başının qarışması, Rusiyanın başının qarışması Nikol Paşinyan üçün Ermənistanda əlavə imkanlar açıbdı. Yəni o revanşistlərə dəstək verəcək xarici qüvvələrin başı qarışıb. Amma Koçaryan da ki, keçən dəfə o barədə mən məqalədə yazmışdım ki, yəni ki, pəncərəsi bağlanmışlar, nəfəslik axtarırlar, nə mənada. Yəni ki, Koçaryan da deyir ki, biz vaxtilə dünya dağılanda, Siyeri dağılanda Artsaq məsələsini həll elədik, qabağa çıxdıq. İndi də dünya dağılır, dünya bir burulğanı yaşayır. Gəlin biz bu məsələdən istifadə edək, Qarabağa qayıtmağın beynəlxalq zəmanətini həll edək. Ermənistanı da itirəcək o yanaşma. Bu cürdür. Maraqlı məqam nədir? Verişimizin yekununda var. Yəni Qarabağ mövzusunu təkcə Rusiya və Rusiyapərəst qüvvələr atmır, həm də Avropadan biz verildiyini görürük. Avropa Parlamentinin qətnaməsində var. Avropa ölkələrinin, bəzi ölkələrin bu mövzunu qabardırlar. Yəni ermənilərin qayıtması, Qarabağdakı dini mədəni abidələrin bərpası, Bakıdakı məhbus erməni cinayətkarların azad olunması və s. Yəni bir tərəfli qaydada və güya ki mədəni irsi dağıtmaqdır. Yəni bu Avropa Parlamenti səviyyəsində Rusiyanın Ermənistandakı narrativlərinə dəstək görülür və bu Paşinyan hökumətinin də çıxılmaz vəziyyətə salır. Hansı ki Avropa inteqrasiya prosesini aparmaq üçün
Rusiyanın bu Qarabağ bağladığı Qarabağ daşını Ermənistan ayağından açmalıdır və Paşinyan bunu açıb. Amma yenidən tikmək istəyirlər Ermənistanın ətəyinə ki, yəni bu proses dayansın. Rusiya ənənəvi kartlarını yenidən bunda rahat paylaya bilsin. Bax, bu paradoksu necə izah etmək olar? Əvvəl onu qeyd edək ki, ümumiyyətlə Avropada hökumətlərlə institutlar arasındakı yanaşmalar fərqlidir. Yəni, İstər Avropa Şurası olsun, istər Avropa Parlamenti olsun, bunlar hökumətlər qədər məsuliyyət daşımır. Ona görə onlar rahatlıqla özlərinin o ideoloji bağlı olduqları tezisləri bəzən qətnamələrə, qərarlara çevirirlər və bu da ən çox zərəri birinci vurur Avropanın özünə. Bugün yəni Avropanın özündə bir sıra siyasi proseslər məhz onların bu yanaşmasından qaynaqlanır. Amma hökumətlərlə Azərbaycan da strateji tərəfdaşlıq aparır. Avropanın 10 ölkəsi ilə biz strateji tərəfdaşıq, onun 8 Avropa İttifaqı üzvüdür. Və həmin münasibətlər çərçivəsində demək olar ki, çox normal həm iqtisadi əməkdaşlıq var, ticarət əməkdaşlığı var. Eyni zamanda indi son vaxtlar bir hərbi əməkdaşlıq da bura əlavə olunubdur. Siyasi əməkdaşlığın da müəyyən elementləri var. İndi ən azı bu səsləndirilir. Bunlar onu göstərir ki, Avropa Parlamentinin, Avropa Şurasının səsləndirdiyi fikirlər, onlar sahədəki vəziyyətə təsir edəcək amillər deyil. Amma belə formalaşmış o ideolojik baxış var, indiyə kimi formalaşmış. Bunu nədən qaynaqlanır? Əslində təkcə o deyil. Yəni, müasir müharibələr ki var, istər Rus-Ukrayna müharibəsi olsun, istər İrandakı müharibə olsun, istər Pakistan-Əfqanistan arasında, Pakistan-Hindistan arasında, indi çox güman ki, biz Venezuelada ABŞ müharibəsini görmədik, qısa müddət həll etdi. Sabah Kubada eyni davranış ola bilər. Bunlar hamısı bir neçə ortaq qlobal səbəblərdən doğur. Eyni zamanda Avropa İttifaqının da, indi hökumətlərin, dediyim kimi, komissiyanın yanaşması bir qədər institutlardan fərqlənsə də, amma bir geopolitik rəqabət artıb, bu birinci amildir. İkinci amil budur ki, ümumiyyətlə resurslara nəzarət və resurslara çıxışla bağlı bir, necə deyək, burada da bir mübarizə güclənibdir. Eyni zamanda nəqliyyat kommunikasiya qovşaqlarına nəzarətlə bağlı da xeyli məsələlər var. Yəni, bu da gərginliyə səbəb olur. Başqa bir tərəfdən yeni bir dünya düzəni yaranır. Dünya tək qütblü, xüsusilə SSR dağıldıqdan sonraki Birləşmiş Ştatların nəzarəti altında yaranmış tək qütblü dünya nizamı indi pozulur. Demək olar ki, pozulub hətta. Hə, pozulubdur. Yəni beynəlxalq hüququ heç kəs demək olar ki, nəzərə almır və belə bir vəziyyətdə hər bir regional güclər, qüvvələr bir sıra strateji məsələləri həll etməyə çalışırlar. Həmin o boğazlara nəzarətdir, resurslara çıxış imkanı əldə etməkdir, geopolitik rəqabətdə iştirakdır. Avropa İttifaqı da bu formada görür. Çünki regiona başqa cür girə bilmir. Açıq deyək də, boğazlar, Avropaya giriş boğazlar, Bosfor, Dardanel, bunlar Türkiyə nəzarətində, Süveyş orada. Cəbəl Tarıq o tərəfdə, bəli, Süveyş bu tərəfdə, Baltik tərəfdə, məsələn, indi Rusiya müharibəsinə görə düzdür. Dünyada 30, Hörmüz kimi 30 boğaz var. Bəli, strateji boğazlar düzdür, azdır, amma çox saylı boğazlar var. Məsələn, Qırmızı dənizə keçid olan boğazlar, Həlləci, Babəlmən. Bütün bunlar hamısı onu göstərir ki, Avropa İttifaqı bugün, məsələn, Britaniyadan fərqli olaraq, Britaniya bir qədər fərqli geopolitik təsirə malikdir. Onun bu regionlara giriş üçün apardığı vasitələrin biri budur. Məsələn, demokratiya, insan haqları və s. bu dəyərlər pərdəsi altında mümkün qədər öz maraqlarını qorumağa çalışırlar. Amma açıq deyək ki, o əleyhinə işləyir. Yəni, eyni zamanda Nəsim bəyin sözünü gücləndirir, həqiqətən də. Avropa İttifaqı yeri gələndə dövlətə, hansısa bir dövlətin təzyiqi ilə yox, müəyyən bir qrupun təzyiqi ilə o cür addımlar atır. Tutaq ki, daşnaq lobbisinin müəyyən bir təsiri var, təzyiqləri var və artıq bu, ona görə də biz bunları bilirik deyin Azərbaycan. Yəqin ki, cənab prezidentin o video müraciətində iki hissəli idi. Biri o sülh məsələsi, ikincisi Avropa Parlamentinin olan iradlar. Yəni, orada da açıq şəkildə göstərilir ki, yəni kiminsə təsiri ilə, təzyiqi ilə də hərəkət edə bilirlər. Okampo, o prokuror var ya, keçmiş. O dedi, biz hardan maliyyələşirik? Rusiyadakı ermənilərin pulu ilə. Elə bir açıq şəkildə dedi. Oğlu da onu təsdiq elədi ki,
Və biz onların vasitəsilə bu işləri görürük. O keçmiş bareli də satdı. Dedi ki, onunla bir yerdə işləyirik biz bu barədə. Yəni təkcə deyək ki, ona görə Nəsim bəy düz deyir. Biz onu nəyə görə üstünlük veririk onda? İki tərəfli əlaqələrə, iki dövlətin arasında bir-birinə, onda artıq strateji tərəfdaşlıq. Ursula von der Leyen gəlir bura deyir ki, Azərbaycan bizim ən etibarlı tərəfdaşımızdır. Yəni Avropa İttifaqı orada müəyyən bir parlamentdə kimisə təsiri ilə, kimisə pulu ilə nəsə deyə bilərlər. O önəmli deyil. Təşəkkür edirəm. Nəsə əlavəniz var mı? Yox, elə bir xüsusi əlavəmiz yoxdur. Biz də sizə təşəkkür edirik. Minnətdaram sizə. Təşəkkür edirəm. Hörmətli izləyicilər, biz tanınmış təhlükəsizlik eksperti İlham İsmail və politoloq Nəsir Məmmədli ilə regionun gündəm mövzularını müzakirə elədik. Maraqlı verilişimiz oldu. Bəyənin, paylaşın. Minnətdaram.